the super speed, you know, like when opponent defends all 11 players in their own penalty box. So we had speed only behind, only we need to defend, you know, like huge space. Because if we analyze the match, I think the first half, I can tell you, not, you know, like I can speak only the facts. Opponent, Karvan, touched the ball in our penalty box, ball 2 times. On 46th and 47th minute, when they had 2 touches after the corner. Before that, they did not touch the ball even once in our penalty box. So what space we're talking about? When we have the ball, we go up, we play in the last 30 meters of the half. So all the space is behind. So how you can, you know, like find the speed? What we're talking about here? You know, and we even, you know, like playing against this defense, we scored 2 goals. One was disallowed. You know, I would take the goals any day because we play Imishli, or we play last week, we only scored 1 and it was not enough. Against Imishli we failed to score. So today we got the goals. Second half, I think we, again, you know, like we dominated from start till the end. Only once opponent came to our penalty box and only once had a shot. Apart from that, we controlled, we had moments, Kayal had moments, Mikkels had 1v1 chances, plenty entries to the penalty box. Yes, the last touch, maybe the last shot was missing, but I totally disagree with you about, you know, like lack of effort or not trying. Yes, you know, like we can speak about the lack of quality in the last third, in the last moments, but for sure not the lack of effort. Mən sizinlə bu barədə bir bala razı deyiləm. Məsəl üçün, dediyiniz kimi super sürət istifadə eləmədi. Çünki bu cür komandalara qarşı 11 nəfərlə müdafiə olunan komandalara qarşı oynayarkən daha çox boşluq hücuma keçərkən sənin arxandadır və boşluğa çox diqqət eləməlisən. Bir fakt var ki, bu bir faktdır. Rəqib cəmi birinci hissədə bizim meydançada son saniyələrdə 44-46-cı dəqiqələrdə sadəcə cərimə meydançamızın toxunuşları var idi. Bizim də bir qolumuz ləğv olundu. Düzdür, İmişli kimi komandalar oynayarkən bu tip komandalar sıx şəkildə müdafiə olunan komandalara biz fərqlənə bilməmişdik, amma bu cür komandaya qarşı 2 qolla fərqlənmişdik. İkinci hissədə başdan ayağa dominant futbol oynayan tərəf biz idi. Bir dəfə rəqib cəmi qapımıza gəldi, amma ikinci hissədə Xəyalın, Mikkelsin qol fürsətləri var idi ki, yararlana bilmədilər. Mən az qanla, yəni çox səy göstərmədən oynamaqları ilə razı deyiləm, amma ola bilər ki, axırıncı ötürmələrdə, o axırıncı bəzən hücumları sonlandırmada bir balaca bizdə keyfiyyətsizlik oldu. Axırıncı ötürmələr.